İslam dünyasına iki dənə söz deyə bilərik. Birin şiələrə və sünnülərə üzümüzü tutaq onlara. Onlara deyək, gördünüz Amerika sizi nə günə qoydu? Hələ inanmayıbsınız, hələ ayılmayıbsınız. Gördünüz sizin özəlüzünə necə öz dəfinələrinizi, abidələrinizi, məscidlərinizi, yollarınızı, vağzallarınızı, aeroportlarınızı hamısını vurdu, dağıtdı. İraqda nə qoydular qalan? Qəbirlərə cəm partladılar. Yəməndə nə qoyublar qalan? Ambarlara can vurublar, buğda ambarlarına can vurublar, su ambarlarına can vurublar. Kim vurub, kimin əli ilə vurub? Görmürsünüz müsəlmanlar, görmürsünüz ki sizin başınıza nə oyun gətirdilər? Hani məscidləriniz, hani ziyarətgahlarınız, hani abidələriniz, hani meydanlarınız, hani parklarınız, hani aeroportlarınız, hamısını vurdular, dağıttılar. Silahın satdığı müsəlmanlara, pulun aldı qoydu cibinə. Müsəlmanın öz puluyla, Amerikanın silahıyla vurdu bir-birlərini öldürdülər. Müsəlmanların əliylə. Müsəlman gənclərin əliylə. Şiənin məscidini yandırdı, dedi bunu sünnülər eləyir. Sünnülərin məscidini yandırdı, dedi bunu şiələr eləyir. Birinci İslam dünyasını Məsihiyyətlə qarşı-qarşı qoydu. Karikatur çəkdilər, partlatdılar, təhqir elədilər Peyğəmbərə. İslamla Məsihiyyətin içində problem yarattılar. İkincisi, müsəlmanların şiə sünnünün arasında bu işi gördülər. İndi biz görürük, ay əhli sünnət, ay İŞİD, ay Ən-Nüsrə, ay Əl-Qaidə, ay Taliban, bilin başıza papaq keçir. Bilin sizi əzaq eləyib, ayağın sizin boynuza qoyub istədiyi yerə keçir. Siz onun ayağının altında qalıbsınız. Elə bilirsiniz, cihad eləyirsiniz. Müsəlmanları öldürürsünüz, elə bilirsiniz, cənnət qazanırsınız. Elə bilirsiniz, sizə huri verəcəklər. Sizə dünyanı ot eləyib, qiyaməti də sizə cəhənnəm eləyir. Dünyozu da alıb, ahirətinizi də alıb. Üzümüzü onlara tuturuq. Deyirik, gəlin, bir-birinizə lənət oxumayın. Sünni qardaş şiəni mındar bilməsin. Şiəni müşrik bilməsin. Şiəni yolundan azan insan bilməsin. Onların fətvaları şeytanların fətvalarıdır. Qardaşlığınızı saxlayın. Şiə qardaş onları təhqir eləməsin. Onlara söyüş deməsin. Onlara lənət deməsin. Əl versin, görüşsün, öpsün. İmam-ı Sadiq zamindir. Əgər əlin onun əlinin içində olsa, nə qədər əlin onun əlinin içindədir, payız yarpaqları kimin necə ağaçdan tökülər, Həzrət buyurdu, o cür günahlar tökülər. Bax, bu səmimiyyəti onlar pozdular. Həzrət buyurdu, əgər oturursunuz bir-birinizlə, gələcəyinizə fikirləşirsiniz, talihizə aid qərar qəbul eləyirsiniz, vahən litilkəl məcalis, kaş mən də o məclislərdə olaydım.
Bu ağıllı sözdür ki əgər deyələr vəhdət eləyin. Bu ağıllı sözdür əgər deyələr Şiə sünni qardaşdır. Hər kəs desə lənət oxuyun, Ayşə xanımı təhqir eləyin, xəlifələri təhqir eləyin, onlara deyələr imamları təhqir eləyin, müştehidləri təhqir eləyin. Müştehid də bu sözü desə səhv eləyir deyir. Alim də bu sözü desə səhv eləyir deyir. Cahil də bu sözü desə səhv eləyir deyir. Çünki bu söz bugün Amerikaya xidmət eləyir. Bu söz İsrailə xidmət eləyir. Bax, bizim sözümüz budur. Biz demirik aləmi bıraq bir-birinə. Biz demirik aləmdə ixtişaş yaradırıq. Biz demirik aləmdə münaqişə yaradırıq. Biz aləmin əmniyyətin, sülhün, izzətin, vəhdətin, qardaşlığın istiririk və üz tuturuq Amerikaya, xainlərə, onları xain bilirik biz, onlardan ümidimiz yoxdur. Amma sünni qardaşlarımıza, Şiə qardaşlarımıza, Amerikanın pulu ilə sünni kanalı açanlar, Şiə kanalı açanlar, onlar bugün İsrailə xidmət edir. Şiəsi də İsrailə xidmət edir, sünnisi də İsrailə xidmət edir. Bəyə bu pis sözdür. Əli əleyhissalam dedi, mən vəhdətə görə getdim 25 il, dayandım onlarla namaz qıldım, müharibələrində də balalarımı da göndərdim. Sən Əlidən qabağa düşürsən. Bəs siz yazan tarixlərdə yazmırsınız ki, Əmirul-Möminin Maliki Əştəri göndərdi, ikinci xəlifə müharibə aparanda, getdi ikinci xəlifəni kömək elədi. Bəs bugün indi o vəhdət lazımdır. Bizim sözümüz Şiiyə də budur, Sünniyə də budur. Dünya bilsin biz ağıllı söz deyil. Dünya bilsin biz sülh istiririk, əmniyyət istiririk, asayiş istiririk. Heç ölkəni istəmirik qarışa, amma zülmü də istəmirik. Ağıllı olun, gəlin hakimiyyət. Ağıllı olun, gəlin meydandarlıq edin. Bu bizim onlara sözümüzdür. Quranın bayrağının altında, Əhl-i Beytin bayrağının altında, necə Peyğəmbər axir dəqiqəsində dedi, Quranla Əhl-i Beyti sizə tapşırıram. Hamı firqələrdə bunu qəbul edir. Gəlin bugün Quranla Əhl-i Beytin bayrağının altında qardaş olaq, cəmaat namazı qılaq, təvaf eləyək, Ərəfata gedək, Minaya gedək, Amerikanın qarşısında dayanaq, İsrailin qarşısında dayanaq. Nədir gedibsə Amerikaya quyruq olubsan? Nədir gedibsən İsrailə quyruq olubsan? İsrailin qüdrəti olsaydı 33 gün müharibəsində 1000 nəfər Hizbullaha qalib gələrdi, əgər qüdrəti olsaydı.